Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Toy məclisində insident, yaralanan var Gəncədə bıçaqlanma hadisəsi baş verib. Günün xəbərləri Qafqazinfo Azza istinadən xəbər verir ki, 25 yaşlı orta yaşlı Arzu Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, hadisə toy məclislərindən birində baş verib. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Həkimlər birlikdə təhlükəli olan iki meyvəni müəyyən ediblər. Müəyyən meyvələrin birləşməsi bağırsaq tıxanmasına səbəb ola bilər. Medisinaya xəbər verir ki, Macaristandakı dietoloqlar nar və bananın birləşməsinin həzm üçün təhlükəli olduğunu, bəzi hallarda isə hətta bağırsaq tıxanması səbəbindən həyat üçün təhlükə yaratdığını bildiriblər. Qeyd olunur ki, nar liflidir və çətin həzm olunur. Bananda isə suyu bağlamağa imkan verən yüksək pektin maddəsi var. Pektin nar dənələrinin bağırsaqlarda şişməsinə səbəb olur ki, bu da toxumların hərəkət etməsi çətin olan kütlə əmələ gəlməsinə səbəb olur. Bu kütlə quruya və bağırsaqları bağlaya bilər.